Esselamun Aleyküm əziz müsəlman qardaşlarımız, gözəl qeyriyyətli xalqımız. Çox xahiş edirəm, mənə diqqətlə qulaq asın. Biz minlərlə şəhidlər verdik. Azərbaycan xalqının ən gözəl övladları şəhid oldular ki, Azərbaycan xalqı aram yaşasın, rahat yaşasın. Xalqımızın halına baxın ki, hansı günlərə qalıb bizim xalqımız. Lənkəran şəhərinin Vələdi kənd sakini Ramin dırnaqarası Axundi Ələkramoğlu məsciddə 70 yaşda Vələdi kənd sakini Cabbarov Mirzaman Mirqasımoğlu namaz qılarkən bu dırnaqarası Axund məscidə daxil olur, onu işığı yandırmaqda ittiham edir, təpiklə onun ayaq nahiyəsinə bir neçə güclü zərbə vurur. Bu 40 yaşda cavan, 70 yaşda qoca kişiyə zərbəni vurur ki, sən nə üçün işığı yandırmısan? Sonra da onu hədəliyib əgər şikayət eləsin, iməkliyə mənim ayağıma gələcəksiniz. Bu birinci hal deyil. Bundan qabaq da bu dırnaqarası Vələdəzina hətta bu işlərdən çoxlarının başına gətirir. Məscid bağlı şəkildə namaz qılanlarını hamısını məsciddən uzaq eləyib. Mən, ey dindar qardaşlarımız, sizə müraciət edirəm. Bu bozbaş mollalardan, bu haqsızlıqdan, əgər biz Allaha xatir buna səs verməsək, əgər səsimizi çıxartmasaq, əgər bu videonu geniş yaymasaq, belə zalimlərin qarşısını ala bilmərik. Mən bütün müsəlman qardaşlarıma müraciət edirəm. Məni tanıyanlara, tanımayanlara və sizdən çox xahiş edirəm. Bunu yayın. 70 yaşda qoca kişini döyməklə, sonra da hədələməklə, sonra da onun cəddini təhqir etməklə məsciddən atıb bayram. Bir məsciddən 70 yaşda qoca kişini namaz üstə vurasan. Ey mənim gözəl din qardaşlarımız, mən sizə ünvanı dedim. Nə qədər dindarı bu şərriyib zindana saldırıb. Kənddə axundluq yox, fironluq eləyir. Onun arxasında kimlər durub, hamısı bizə məlumdur. Amma çox istərdim özünüz axtarız və bu Nadrusun kim olduğunu gözəl tanıyarsınız. Hələlik bu qədər. Çox xahiş edirəm sizdən. Mənim bu videomu paylaşın.